illər trend halına almış arıqlama iynələri olaraq hətta adı keçən, əslində bunlar peptidlərdir. Peptidlər qrupudur ki, bir növ çox ciddi müalicələrdə istifadə olunmalıdır. Məsələn, şəkərli diabet xəstələrində, hətta bu bir ayrı protokolu olan, böyük bir modulları tələb edən digər bir tibbi qoludur ki, məsələn, mən özüm həkim-dietoloq olaraq bunun da modullarını götürmüşəm. İndi amma gəlin baxaq, praktikamda mən bir dəfə indiyəcən bu iynələrdən istifadə etmişəm və qətiyyən yox. Çünki mən dietologiya elminin əsas prinsiplərini bilirəm. Dietologiyada vacib müddəalar var ki, məhz o nəzəriyə istinadən pasiyenti arıqlatmaq lazım. Yəni, arıqlamaq çox doğru şəkildə baş verməlidir. Peptidlər isə yalnız arıqlamaq üçün deyil, dediyim kimi ciddi qrup xəstəliklərdə istifadə olunmalıdır. Hətta çox ciddi simptomlar var. Burada kognitiv funksiya, beyin simptomlarında və s. Yəni, hətta mən belə bir proqnoza verim ki, demək, bu cərəyan ildən ilə müəyyən daha dərin molekularını ixtira edir və bazara buraxır. İndi gələnləri bir başqası çıxacaq. İndi tibb bazarında populyarlaşan keçən il yox idi. Keçən il başqası var idi, deyilmi? Və şəxsən praktikamda mən bu iynələrin əslində fəsadını görmüşəm. Yəni, arıqlamaqda çox unikal nəticə verməyib də digər fəsadlar verə bilir. Çünki bu birbaşa olaraq arıqlama iynəsi deyil. Sadəcə arıqlamaqda da təsiri olur deyə çox təəssüf ki, körtəbii şəkildə bildi-bilmədi, həkim olmadan və yaxud nə bilim, yəni ki, bunun modullarının ümumiyyətlə xəbərsiz insanlar bu peptidlərdən istifadə edirlər və məqsəd də ki, siz arıqlama ilminin qaydalarını bilmədikləri üçün məhz maddi marağa görə insanı bir an öncə arıqlatsınlar ki, oradan nəticə götürsünlər.